Salam, xoş gördük. Bugün biz sizinlə vergi məcəlləsinin maddələrinin misallarla izahının video dərsinə başlayırıq. Yəqin ki, bizim əvvəlki dərslərimizdə İTC mühasibələrin olduğu məkan qrupunda bizim dərslərimizi izləmişdiniz. Biz orada sizinlə müxtəlif maddələrin misallarla izahını hazırlamışdıq. Bugünkü dərsimizdə də həmin video materialların davamı olaraq, lakin artıq bu video materiallar Ecofin səhifəsində yayımlanacaq. Yəni istəsəz bu dərslərin, yəni vergi məcəlləsinin xüsusi hissəsinin maddələrinin misallarla tam izahına baxmaq istəyirsinizsə, yəni bizim həmin səhifədən dərslərimizi ardıcıl izləyə bilərsiniz. Bugün biz sizinlə vergi məcəlləsinin 175 birinci maddəsinin izahını bugündən başlayacağıq sizlə və ilk maddəmiz bizim 175 birinci maddəsidir. Və gəlin bu maddədə müddəaları ilə tanış olaq. Və fikir verirsə, mən bunu təkrar oxumayacağım və burada deyir ki, yəni əvəzləşdirmədən söhbət gedir. Yəni hansı hallarda əvəzləşdirmə mümkündür? Bunu göstərir. Yəni deyir ki, elektron qaydada vergi hesab fakturası olmalıdır. Eyni qaydada həm də ödəniş, yəni satıcıya olan ödəniş nağdsız qaydada, xüsusən də ƏDV depozit hesabı vasitəsilə ödənməlidir. Və bu halda əvəzləşdirməyə əsas verilir. Ümumiyyətlə, mühasibat zotunda bunu pravotka şəklində göstərsək, yəqin bilirsiniz ki, gəlin debet kreditinə göstərək, daha aydın olsun. İndi mən sizə həm təzə hesablar planı, həm də köhnə hesablar planı ilə göstərəcəm. Yəni debet krediti yazsaq. Məsələn, satıcıdan əgər mal almışıqsa, 41.60 pravotkasını yazırdıq. Gəlin, eyni şeyi kopyalayaq və yeni hesablar planı ilə da verək. Və 531 nömrəli pravotka ilə verirdik. Yəni satıcıdan mal alırdıq. Tutaq ki, 200 manatlıq mal. Bu artıq bizdə, yəni bu 41, 60 və 205, yəni mal alınarkən malın üzərində kağız formatında verilən qayməni göstərir. Hansı ki, bu qaymə, əsas qaymə mal göndərilən vaxtı həmin malın üzərində göndərilir. Və bundan başqa mal göndəriləndən sonra elektron qaydada vergi hesab fakturası da buna uyğun, yəni ƏDV ödəyiciləri qarşı tərəfin hansı vergi ödəyici olub-olmamasından asılı olmayaraq mal satdıqda əsas məbləğdən başqa, yəni qaymədən başqa onları elektron qaydada vergi hesab fakturası da göndərilir. Və vergi hesab fakturanın pravotkasında baxın bu şəkildə 19.60, yəni bu sırf vergi hesab fakturasının pravotkasını göstərir. Yazırıq 19.60 36 manat. Təzə hesablar planında isə 241 531 və 36 manat. Deməli, bizim bu 175 birinci maddəsinin indi gəlin burada misallarla, yəni müəyyən hallarla tanış olaq. Deməli, əgər biz bu malın pulun hamısını kassadan ödəsək, yəni 236 manat versək, onda bizdə əvəzləşmə söhbəti olmayacaq. Yəni əvəzləşmə o deməkdir ki, biz satıcıya ödədiyimiz ƏDV-ni hansısa halda büdcədən geri ala bilməyəcəyik. Çünki yenə də həmin bu maddəyə əsasən 175.1.1, yəni əvəzləşdirmə, qaytarılma, yəni büdcə ilə əvəzləşdirmə o halda olur ki, bizim əsas məbləğ və ƏDV məbləği nağdsız qaydada ödənsin. Bu halda büdcə əvəzləşməyə, yəni nə vaxt ƏDV-ni geri almağa icazə verir. Amma kassadan nağd ödəniş olanda bu qeyri-mümkündür. Ona görə də həmin hansı ki biz büdcədən o ƏDV-ni geri ala bilməyəcək, o ƏDV bizdə malımızın maiyədərinə gedəcək. Yəni 41.19 pravotkası veriləcək. Eyni ilə burada da 531, 221 pravotkası versək, 236. Yəni, eyni ilə bu da bizim malımızın üzərinə gələcək və 205, 241 pravotkası veriləcək.
Bu bizim birinci hal. Gəlin indi ikinci hala baxaq. Təsəvvür eləyək ki, məsələn, yanvar ayında gəlin bir dənə də sütun açaq burada. Eyni ilə bunun üçün də açaq. Deyək ki, mal bizə yanvar ayında verilib. Amma fakturası gəlməyib. Yəni, fakturası gəlməyəndə biz artıq bu provodkaları verə bilmərik. Fakturası gəlməyib, amma biz ödəniş eləmişik. Qaymədəki bütöv məbləğ, yəni 236 manat göstərən məbləğin hamısını ödəmişik. Yəni 236. Yəni nağdsız qaydada olub. Gəlin belə eləyək. 200 manatını bankdan ödəyək və qalanını ƏDV depozit hesabından ödəyək. Eyni ilə eyni şey burada içində yazaq. 531 223 200 manat 531 olsun 224 36 manat. Bu halda biz ƏDV-ni əvəzləşdirə bilmərik. Deyək ki, bu da elə olsun yanvar ayında. Proses yəni bizdə yanvar ayında baş verir. Yəni mal gəlib, qayməsi gəlib. Biz ƏDV qarşılıq məbləği nağdsız qaydada ödəmişik. Biz yenə də əvəzləşdirmə eləyə bilmərik. Məsələn, fərz edək ki, fevral ayında gəlib bunun qayməsi. Onda biz burada 19.60 veririk. Yəni, fakturası gəlməyini göstəririk. Və avtomatik həmin ayda da biz 68.19 provodkasını verə bilərik. 36 manat. Eyni ilə bura üçün də yaza bilərik. 241 531 36 və 521 241 36. Yəni artıq biz bu halda əvəzləşmə edə bilərik. Yəni fevral ayında. Və yaxud da digər bir hala baxaq. Deyək ki, fakturası gəlib, məsələn, yəni bu hissəni pozaq. Faktura gəlib 36 manat. Eyni ilə burada yazaq. 241 531 36 manat. Amma məbləğ ödənilib məsələn fevral ayında. Məsələn 60 51 200 manat və 60 53 36 manat. Biz artıq əvəzləşməmizi fevral ayında eləyəcəyik. Yəni fevral ayında artıq biz 68.19 provodkasını verəcəyik. Yəni fakturası gəlsə də yanvar ayında biz onun ödənişi olmadığına görə əvəzləşmə edə bilmirik. Yəni proses tam fevral ayında başa çatdığına görə ona görə də əvəzləşməni biz fevral ayında, yəni 68.19 provodkasını sonra eləyirik. Yəni fevral ayında eləyirik. Yeni ilə indi həmin burada üçün yeni hesablar planı içində yaza bilərik. Məsələn 223 531 224 və 521 241 və bu 200 manat 36 manat 36 manat. Yəni fikir versiniz, istənilən halda, yəni ümumi buradan bir nəticə çıxarmaq olar ki, eyni ayda əvəzləşmə o halda ola bilər ki, həmin ayda həm elektron vergi hesab fakturası gəlsin, həm də həmin ayda həm əsas məbləğ, həm də ƏDV, həmin malın ƏDV-si nağdsız qaydada ödənsin. Eyni proses eyni anda baş verərsə, onda biz əvəzləşmə, yəni 68.19 və yaxud da 521 241 provodkasını verə bilərik. Əks halda proseslərdən hansısa biri baş verməsə, biz artıq əvəzləşmə prosesi bizdə pozula bilər.
Yəni, əvəzləşmə təkcə fakturanın gəlməyindən asılı deyil. Eyni zamanda, eyni anda, yəni nağdsız qaydada ödənişlər baş verməlidir ki, biz normal şəkildə əvəzləşmə eləyə bilək. Bu bizim əvəzləşmə, yəni 175.1.1-ci maddəsini misallarla sizə olan izahı idi. İnşallah növbəti dərslərimizi, yəni ardıcıl bizim dərslərimizi izləmək istəyirsinizsə, bizim AzEcofin səhifəsinə qoşula bilərsiniz və həmin səhifədən siz 1S proqramının, ümumiyyətlə mühasibatın nəzəriyyəsinə aid bütün materialları ardıcıl şəkildə artıq buradan tam tanış ola bilərsiniz və növbəti vergi dərslərimizin də tam ardıcıl izahını, maddələrlə misalların izahını, həmçinin HCA dərslərini, mühasibatın nəzəriyyəsi ilə bağlı dərslərimizi artıq bizim səhifəmizdən izləyə bilərsiniz. Diqqətinizə görə sağ olun. İnşallah növbəti vergi dərslərimizdə görüşənədək.